Hamınıza salamlar dostlar. Bugün sizlerle birlikte yepyeni bir video sizlerin karşısındayım. Bugün Avtobus Simulator Ultimate oynuyoruz dostlar. Ve ben geçen önceki oyunda, yani önceki Avtobus Simulator Ultimate oyununda səhv demişəm. Orada bölgeler birbirinden yaxınıymış. 4 bölgeydi. Ama ben bu sefer ise 4 bölge oynamayacağım. İstəyir 2 bölge olsun. İstəyir 2 bölge olsun, onu oynayacağım. Çünkü birbirlerine uzaqdır. Dostlar, bu arada mən videoya başlamamışdan qabaq servera girdim. Dostlar, indi isə Tekirdağ, Antalya oldu. Bu ikisidir ancaq. Ama birbirlerine uzaqdılar deyə girdim. Və dostlar, o yaxın bölgelerde video tez qutarır. Ona görə mən uzaq bölge seçirəm ki, özüm, yəni video uzun çəksin. Ve dostlar, oyuna başladık ama bunu da unut. Dostlar, ben orada benim qabağıma keçməsəydim mən orada deməyəcəm. Neyse dostlar, bunu da unutmayın ki, kanalıma abone olup like atmağı da unutmayın ve bildirimləri açmağı unutmayın. Bir də ki dostlar, yorumlara mənim hansı oyunu oynamağımı istəsəz yorumlara yazın. Mən də sizin üçün oyunları sınayım, həm də özüm də oynayım. Mənim özümün xoşu gələn oyunlarım, mənim xoşum gəldiyi oyunları oynayıram. Xoşum gəldiyi oyunlar dostlar, bağışlayın. Xoşum gəldiyi oyunları oynayıram və onları çox uzun müddət oynayıram. Qabağıma niyə keçirsən? Onları çox uzun müddət oynayıram və onlardan eyni videolar gəlir. Amma dostlar, onlardan eyni videolar gəlir. Məsələn, mənim Avtobus Simulator Ultimate oyununu çox sevirəm. Gördüyünüz kimi bu Avtobus Simulator Ultimate'in 3-cü videosudur. Çəkirəm indiki bu video 3-cü videodur. Toplam 3-cü video deyil, Avtobus Simulator Ultimate oyununun 3-cü videosudur. Və mən bu oyunu xoşladığım üçün çoxlu belə bu oyundan videolar çəkirəm. Qabaqdakı bizi öldürəcək. Mən ona görə bu videoları çəkirəm. Məsələn, mən Roblox oynamışam bir neçə. Niyə torumuzu verdin Reski? Görürsünüz dostlar, arxaya verir. Bir dənə siqnal. Ay. Dostlar, mən bunu keçirəm. Dostlar, neyse. Arkada deyəsən kimsə var, hə. Bir dənə siqnalayaq dostlar buna. Keç də. Arkaya baxın bir dənə dostlar. İndi bir dənə onu keçək. Dostlar, bu arada bağışlayın, hər səkiyə vurmağa nəsə yazdı orada, axırını oxuyanmadım. Orada səkiyə vurdum, çünki qabaqdakı otobüsçü yolu bağladı. Mən də onun solundan keçməyə çalışdım və o anda dəydim səkiyə. Keçəndə bir siqnal verək, deyək ki, neynirsən. Dostlar, görürsünüz, o məni sıxışdırdı. Görürsünüz, vurdu. Çox sürətli getdik dostlar, bağışlayın. Mən sürətə baxmıram, əsas mən yola baxıram. Ona görə də qaza basıram. Ona görə də sürət 130'a çıxanda o şey sərnişinlər deyirlər ki, gördünüz. İndi də yola baxırdım. Çünki belə maşınlar, belə avtobuslar çox olanda yola baxıram mən əsas. Sürətə baxmıram. Və arxamdan kimsə gəlir. Xəritədə görürsünüz, arxamda yumru pəmbə var. Ayda dostlar, mən ancaq yola baxıram. Sürətə də baxmaq lazımdır. Sərnişin məmnunluğu amma 100 plusdur. Dostlar, görürsünüz, xəritədə mənim arxamda bənövşə rəngdə yumru şey var ha. Dostlar, bağışlayın, buradan keçəcəm. Baxın, indi keçdi o mənim qabağıma. O qabaqdakı avtobusdur. Bayaq yolun ortasında duran avtobus.
xəritədə o görsənir. Də, yəni avtobuslar görsədir. Məsələn, baxın, indi mənim arxamda bir mavi rəngdə bir yumru şey var. Yəni, o avtobusdur. Amma indi uzaqlaşdıq. Ondan o yəqin orada dayandı. Sərnişin azlığına 84'dür. Sərnişin yemək məncə ayda. Ancaq yola baxıram. Bir də dostlar, sizdən danışıram. 100 plus oldu sərnişin məmnunluğu. Sərnişin azlığı da, sərnişin azanda dostlar, hardasa bir yerdə saxlayıb yemək yeyirlər və bir 2-3 dəqiqə gözləyirsiniz, gəldilər, sonra yolunuza təzədən davam edirsiniz. Və mən bir sərnişin yemək yeri, daha doğrusu restoranı keçdim. Ora restoran deyək, restoranı keçdim. Və sərnişin azlığı %82%'dir. Ona görə də mən orada saxlamadım. Qabaqda daha bir restoran olar da məncə. Çünki bu tür belə Avtobus Simulator Ultimate oyununda çox yerlərdə belə restoran var. Ona görə də mən saxlamadım. Hələ %80%'dir. %60'a, 70'ə düşəndə mən saxlayıram. Yəni sərnişin azlığını doldururam. Yəni dolur sərnişin azlığı. Dostlar, mən ancaq yola baxıram. Çünki qabağımda 2 avtobus sürən doğrusu bir adamdır. Ona görə birdən riski tormozat verər. Ona görə mən yola baxıram, sürətə baxmıram. Və buradan sağa dönür. Aydat. Aydat. Dostlar, gördünüz? Gördünüz nə elədi? Dostlar, bir dəqiqə baxacam ona nə eləyir. Gördünüz, baxın dayanıb orada. Baxın, görürsünüz dayanıb orada. Neysə, biz yola baxaq, qabaqda maşın çıxar. Maşın falan çıxar. Bu arada dostlar, gördüyünüz kimi burada Türk xəritəsi var. Yəni Türkiyənin xəritəsi. Və indi gedirik. İndi isə xəritədə üstündə, yəni xəritənin üstündə için. Xəritənin içində görürsünüz, üstündə balaca bir də kilometr yazır. O kilometr getdikcə artır. Çünki dostlar, onun səbəbini bilmirəm, amma məncə o birazdan enəcək. Gördünüz, 610 idi, 619'a 20'ye çıxdı. Bəli dostlar, belə soldan keçək. Oy. Dəyərli dostlar, mən elə bildim ki, o maşın keçəcək, açıq olacaq, mən də tez keçsəm. Olsa tez keçəndə də pulumuz gedir, amma mən sürətimi azaltmaq istəmədim də. Elə keçmək istədim, amma keçəmədim. Orada dəydim. Və sərnişin məmnunluğu 100%'dur, amma sərnişin azlığı 70%'dir. İndi isə və hələ ki yolumuz, mən xəritəyə baxıram, hələ ki yolumuz düz gedir, sağa, sola dönmür. Dostlar, mən yola baxıram, bir də sizlə danışıram, bir də xəritəyə baxıram, bir də sərnişin məmnunluğuna baxıram, bir də sərnişin azlığına baxıram. Bir də sürətə baxmıram. Bu kimdir? İnterneti gedib qalıb orada. İkinci avtobusu da gördük. Və dostlar, gördünüz, birdən-birə indi xəritənin içindəki kilometr. Gördünüz, 280 kilometr oldu. Dostlar, sürət limiti qoyaq. Avtopilot da bildiyiniz kimi 120 kilometrdən o üzə keçməsin. Bəli dostlar, arxamdan bir dənə avtobus gələk.
Bəli dostlar, avtobus deyəsən mən keçəcək. Onsuz da mənə keçəcək, çünki mən sağda saxlayacağım. Çünki sərnişinlər acıblar. Sərnişin acılığı 64%'dir. Bəli dostlar, gəldik. İndi burada saxlayacağıq. Bəli dostlar, qapıları açırıq. Sərnişinlər düşürlər, yeməklərin yeyirlər. Bir dəqiqəyə gəlirlər. Dostlar, avtobusumuzu o birisi avtobus simulator, öncəki avtobus simulator Ultimate oyunu videosunda yəni çəkilişində avtobusumuzu yumuşduq, amma indi çirklənib biraz. İndi yumayacağım. Çünki hələ ki çox çirkli deyil. Bu arada dostlar 190 kilometrimiz qalıb. Tekirdağ, yox, Antalya'ya çatmağa deyəsən. Dostlar, ya Tekirdağdan Antalya'ya gedirik, ya da Antalya'dan Tekirdağ'a gedirik. Mən qarışdırdım onları. Bəli dostlar, indi gedirik, 170 kilometrimiz qalıb. Və gördüyünüz kimi burada yol inşaat eləyirlər. Yəni inşaat dediyimdə yolu təmir eləyirlər. Ona görə də biz buradan gedirik. Və bu oyunun mən ona görə xoşlayıram ki, belə şeyləri var da. Belə animasyonları var. Yəni bilmirəm, animasyonlar bizim dildə nə deməkdir. Belə yəni necə deyim? Doğrucu həyatdakı kimidir. Doğrucu həyatda necə? Dostlar, məsələn, yol təmir olur, biz bir qədər o bir şey yoluna geririk, təzədən yolumuza keçirik. Onun kimi. Doğrucu həyat kimidir. Məsələn, avtobus insan əllərinə baxın dostlar. Rolda tutmuşam, baxın. Doğrucu kimidir. Bəli, sərnişin mamlığı hələ ki 100 plusdur. Bir də ki, sərnişin azlığı %94%'dir. Dostlar, hələ ki gələndə 2-3 dənə qəza eləmişəm bu videoda. 2 dənə qəza ya da. Amma bu videoda dostlar çox qəza etdim. Bəli dostlar, yine kapitan yatırsan deyə bir sual gəldi. Onu niyə belə sual verirlər? Dediyim kimi sürəti biz keçirik, ona görə məsələn 127-dən keçməyəcəm, amma baxın 126 ilə girəcəm, heç nə deməyəcəklər. Baxın. Gördünüz? 126 ilə getdim, heç nə demədilər. Amma 127-dən o yüzden keçəndə füzyon. Məsələn belə suallar verirlər. Necə? Sürət limitini bağışlayın, qəza elədim. Məsələn belə suallar verirlər. Sürət limitinin fərqinə varmadınız? Sonra necə? Kapitan yatırsan deyə suallar verirlər. Sonra belə sual verirlər. Sürətli gedəndə bunun bir təyyarə yox, avtobus olacağını düşünmüşdüm. Elə suallar verirlər. Bəli, gedirik. Az qalıb dostlar. 43 kilometrimiz qalıb. 40 kilometr. Çatırıq. 30 kilometrimiz qalıb dostlar. Dostlar, mən elə bildim limit 80'de başlayacaq.
Bəli dostlar, keçdik. Bəli dostlar, gəldik. Gördüyünüz kimi Türk bayrağı da orada dalgalanır. Bizdən qabaq bir nəfər satıb. Dostlar, gözləyin, Türk bayrağının belə yanında duraq. Gözləyin dostlar. Belə. Bəli dostlar, bunu ekran görüntüsü qaleriyadakı bu simulator nə bilim qovsun. Elə şey dostlar. Orada saxlanıldı. Və dostlar, bu videoda burada sona çatdı. Ümid edirəm ki, video xoşumuza gəlmişdir və gördüyünüz kimi gəlirimiz 1221 manat deyək. Xərcimiz 182 manat xərcimizdir. Qalan pulumuz isə 1221 manatdan 182 manat çıxanda eləyir 1039 manat. Ona görə də qalan pul 1039 manatdır. 1039 manat da bizim gəlirimizdir. Yəni bizə qalan pulda. Və dövr gördüyünüz kimi 15 dəqiqə 32 saniyəyə oradan bura çatmışıq. Videom bayaqçı dediyim kimi ümid edirəm xoşunuza gəlmişdir. Hoşça qalın. Hamınız sağ olun.